Salam, hər vaxtınız xeyir olsun. Mən SRM Akademiyasının kimya fənni üzrə təlimçisi Zəkəriyeva Nazlı. Bu gün sizinlə kimyanın ilk anlayışlarından danışacağıq, daha ətraflı. Amma izaha keçməmişdən öncə xatırlatmaq istəyirəm ki, istər bizim MİQ və sertifikasiya, istərsə də abituriyent üzrə dərs qruplarımızda iştirak etmək istəyirsinizsə, 055 762 95 44 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Gəlin başlayaq elə ilk mövzumuzdan. İlk mövzumuz kimya nədir, kimya nəyi öyrənir? Ümumiyyətlə kimyada öyrənəcəyimiz əsas hissə maddədir. Yəni kimyanın mərkəzində maddə durur. Bütün bu mövzular maddə əsasında yaranıb. Maddənin nəyini öyrənirik kimyada? Kimyada maddənin quruluşunu öyrənirik. Daha sonra xassəsini, tərkibini, maddənin çevrilmələrini və çevrilmələr zamanı müşahidə olunan hadisələri öyrənirik. Tərif çox bəsitdir. Nəyi öyrənirik? Maddə. Maddənin nəyini öyrənirik ki biz burada? Quruluşunu öyrənirik, tərkibini öyrənirik, xassəsini öyrənirik, çevrilmələrini öyrənirik, çevrilmə zamanı baş verən hadisələri öyrənirik. Yəni quruluşu, tərkibi, bu maddə nədən ibarətdir? Maddənin xassəsi, xassə deyəndə indi fiziki, kimyəvi olaraq iki yerə bölüb ondan danışacağıq. Çevrilmə deyəndə reaksiyalar nəzərdə tutur. Və çevrilmələr zamanı müşahidə olunan hadisələr deyəndə reaksiya zamanı nə baş verə bilər? Yəni hamımız bilirik, partlayış ola bilər, sıçrayış ola bilər və s. Bunları müşahidə edirik. Deməli, biz kimyada nə öyrənirik? Maddə öyrənirik. Kimyanın mərkəzində nə durur? Maddə. Bütün danışacağımız mövzular, bəhslər, hadisələr, hər şey maddədən keçəcək. Tərif çox bəsitdir. Maddənin quruluşunu, tərkibini, xassəsini, çevrilməsini və çevrilmə zamanı baş verən dəyişiklikləri öyrənən elmdir. Təkrarlayaq özümüz. Maddənin tərkibini, quruluşunu, xassəsini, çevrilmələri və çevrilmələr zamanı baş verən hadisələri öyrənən elmdir. Bəs maddə özü nədir? Maddə materiyanın kütlə və həcmə malik olan bir hissəsidir. Yəni bir şeyin kütləsi var, həcmi varsa o maddədir. Qısacası maddəyə biz material da deyə bilərik. Yəni biz maddədən istifadə edib nəsə hazırlayırıq. Material da deyə bilərik. Maddədən hazırlananlara nə deyirik? Maddədən hazırlananlar artıq olur cisim. Nümunəyə baxaq, bu maddədir, dəmirdir. Maddədir. Dəmir. Hətta dəmirin dövrü cədvəldə yeri də var. Fe olaraq işarə olunur. Maddədir. Amma dəmirdən hazırladığımıza baxın. Dəmir çəkic. Bu artıq nədir? Cisim. Materiala dəmir deyirik. Hazırladığımız əşyaya isə cisim deyirik. Cisimlə maddəni fərqləndirməyə bacaraq. Test tapşırıqlarımızda da var. Tutaq ki, verir su. Su nədir? Maddə. Və ya verir masa. Masa nədir? Cisim. Və ya verə bilər, tutaq ki, çay sodası. Nədir? Maddə. Yəni, biz bunları fərqləndirməliyik. Necə fərqləndiririk maddə ilə cismi? Maddə materialdır, cisim isə materialdan hazırlanan əşya kimi baxa bilərik. Qısacası, bütün cisimlər maddələrdən ibarətdir. Bu belə. Maddə özü də molekullar atomlardan ibarətdir. Bunu atomun quruluşunda öyrənəcəyik. Əsas maddə haqqında təsəvvür yarandı bizdə? Yarandı. İndi isə başlayırıq ətraflı danışmağa. Dedik, maddənin xassəsini öyrənirik. Biz kimyada maddənin xassəsini öyrənirik. Xassə nədir? Maddələri bir-birindən fərqliliyini və ya oxşarlığını müəyyən edən əlamətdir xassə. Yəni, xassə insana da deyirlər, filan insan filan xüsusiyyətdədir, tutaq ki, paxıldır və ya mehribandır, gülər üzdür və s. Bu insan xüsusiyyətidir, düzdür. Xassə də maddə haqqındadır. Maddələrin oxşarlığını müəyyən edə bilər, fərqliliklərini müəyyən edə bilər. Tutaq ki, bir var bizdə dəm qazı, bir də var karbon qazı. Oxşarlığı nədir? Hər ikisi karbon elementindən və oksigen elementindən ibarətdir. Elə? Yəni, onun oxşarlığı oldu. Bəs fərqli olan xassəsi nədir? Dəm qazı zəhərlidir, yəni həyatımıza son qoyur. Karbon qazı isə bizim tənəffüs prosesimizdə yaranan bir maddədir, karbon qazı. Yəni, zəhərli deyil. İkisi arasında fərq budur. Oxşarlıq nə idi? Hər ikisinin qaz olması. Bəli, bu artıq oxşarlıqdır. Bunu müəyyən edir nə?
xassə. Xassə özü 2 yerə bölünür. 1. Fiziki xassə, 2. Kimyəvi xassə. Fiziki xassə deyəndə maddənin xarici əlamətləri nəzərdə tutulur. Xarici əlamətləri. Tutaq ki, rəngi ola bilər. Xarici əlamət kimidir də. Rəngi, iyi, dadı, aqreqat halı ola bilər. Yəni bərk haldadırmı, maye halındadırmı? Sonra ərimə temperaturu, qaynama temperaturu fiziki xassədir. Sıxlıq fiziki xassədir. Deməli, fiziki xassələr rəngi, iyi, dadı, aqreqat halı, sonra ərimə qaynama temperaturu, sıxlığı, bunlar hamısı fiziki xassədir. Tutaq ki, belə bir cümlə istifadə etsək ki, yağın sıxlığı suyun sıxlığından azdır. Bu nədir? Sıxlıqdan danışdım. Fiziki xassədir. Və ya desəm ki, su 0 dərəcədə donur, tutaq ki, 100 dərəcədə qaynayır və ya 0 dərəcədə əriyir, 100 dərəcədə qaynayır. Bu nə oldu? Ərimə qaynama temperaturundan danışdım mı? Fiziki xassə oldu. Rəng, iy, dad, aqreqat halı, zəhərli olub olmaması, daha sonra sıxlıq, ərimə qaynama temperaturu. Bunlar hamısı nədir? Fiziki xassə. Bəs kimyəvi xassə nədir? Bir maddənin reaksiyaya daxil olub ola bilməmə qabiliyyətidir. Misal üçün deyirəm ki, hidrogen bəzi metallarla uçucu olmayan birləşmə əmələ gətirir. Birləşmə sözü varmı? Var. Deməli nədir? Kimyəvi xassədir. Çünki reaksiyaya getdi axı. Və yaxud da ki, deyirəm, fosfin havada özü-özünə yanır. Yanma nədir? Yanma oksigenlə reaksiya deməkdir. Yadda saxlayaq. Yanma oksigenlə reaksiya deməkdir. Yanır. Aha, yanma var. O zaman deyirik bu nədir? Reaksiya getdiyinə görə kimyəvi xassədir. Və ya azot oksigenlə şimşək çaxan zaman yüksək temperaturda reaksiya gedir. Reaksiya sözü var. Deməli nədir? Kimyəvi xassə. Bu da xassələr. Yəni ümidvaram ki, çox rahat şəkildə fərqləndirə bilərik. Maddəni öyrənirik, maddənin xassəsini öyrənirik. Yəni indi biz danışacağıq ərimə qaynama temperaturundan, sıxlıqdan, aqreqat haldan. Bunlar hamısı nə deməkdir? Danışacağıq. Kimyəvi xassə də reaksiyalarda. Aqreqat halı. Maddənin 3 aqreqat halını biz kimyada öyrənirik. Bərk, maye və qaz. Bərk, maye, qaz. Bir maddə 3 aqreqat halında ola bilir. Bərk, maye, qaz. Ən bəsit nümunəmiz nədir? Su, buz, su buxarı. Buz sözünü yaza bilmədik. Aha, su buxarı. Eyni maddədirlər də, tərkib eynidir. Sadəcə aqreqat halları fərqlidir. Buz bərk haldadır, su maye haldadır, su buxarısı qaz haldadır. Burada əsas nəyi bilməliyik? Çevrilmələri. Çevrilmədə olan proseslərin adını. Bərkdən mayeyə. Tutaq ki, çox bəsitdir də, yəni buzu suya çevriləndə hansı proses baş verir? Buz suya çevrilir. Bəli, eşidirəm, təxmin edirəm ki, deyirik, buz suya çevriləndə əriyir. Deməli, bərkin mayeyə çevrilməsi, baxın bu hissədə ox qoyaq, ərimədir. Ərimə. Daha sonra su buxarına çevriləndə nə olur? Qaza çevrilir. Qaynayır. Elə, bəli, qaynama və ya buxarlanma, qaynama deyirik. Sonra qazın mayeyə çevrilməsi biraz fərqlidir də. Hətta bəzən düşünəndə bizə imkansız kimi gəlir ki, qaz mayeyə çevrilir. Bəli, qazı soyutduqda mayeyə çevrilir. Və biz bu prosesin adını kondensləşmə deyirik. Kondensləşmə, unutmayaq. Fərqli ad buradadır. Kondensləşmə. Mayenin bərkə çevrilməsi isə çox rahat nədir? Donma və ya bərkimə də görə bilərik. Donma. Bəs olarmı ki, bərk birbaşa qaza keçsin? Bəli, niyə də olmasın? Bərkin birbaşa qaza keçməsi prosesinə biz deyirik sublimasiya. Sublimə və ya sublimasiya. Qaz birbaşa bərkə keçə bilirmi? Bəli, qaz da birbaşa bərkə keçir. Bu olur nə? Desublimasiya. Bu proseslərin adını əzbər bilməliyik. Bərkdən mayeyə ərimə, mayədən qaza qaynama, qazdan mayeyə kondensləşmə, mayədən bərkə donmadır. Bərkdən birbaşa qaza sublimasiya, qazdan birbaşa bərkə desublimasiya. Qeydlərimizi apardıq. İndi burada əsas hissələrdə sizə deyəcəm. Maddənin hansı xassələri dəyişir bu istiqamətdə? Sual olaraq da düşür, özdə çox düşür. Birincisi,
Dəyişən nədir? Sıxlıq. Bir maddə bərk haldan mayedən qaza keçirsə, onun sıxlığı azalır. Sıxlıq sözünü lori dildə, yəni normal həyatımızda istifadə edirik də. Məsəl üçün bu gün avtobusda çox sıxlıq idi, metroda çox sıxlıq idi. Sıxlıq çox yanaşı, düzdür? Elə burada da elə düşünək. Bərk maddəni gözlə görürük də, çox sıx yerləşirlər bir-birlərinə. Bərk maddə tutaq ki, çox sıxdılar. Maye nisbətən sıxlığı azalır. Sıxlığı azalır ki, tutduğu yer artır. Nisbətən daha az yer tutur. Yəni daha çox yer tutur. Yəni sıxlıq azaldı. Amma qazlarda daha azdır sıxlıq. Çünki buxar adi bir otaqda düşünün nə qədər qazlar var. Biri hardadır, digəri hardadır. Yəni sıxlıq çox azdır ki, siz onu gözlə görə bilmirsiniz. Orada burada. Deməli bu istiqamətdə sıxlıq nə oldu? Azaldı. Sıxlıq azaldı. Bir istisnamız var. Sadəcə bir istisnamız var və yadda saxlaya bilərik biz bunu. Buz var, su var. Buzun sıxlığı suyun sıxlığından azdır. Necə yadda saxlaya bilərik? Tutaq ki, bir butulka suyu doldurub qoyursunuz buzxanaya elə. Orada fikir verirsinizsə, buza çevriləndə qab şişir, həcm artır. Həcmlə sıxlığı da tərs asılı olduğunu nəzərə alsaq, həcm artdı, sıxlıq artıq azalmış olur. Yəni, yeganə istisna budur ki, buzda sudakından sıxlıq azdır. Bəli, normalda bərkdə sıxlıq daha çoxdur, amma suda daha azdır. Butulka misalını qoyuram bir kənara, buzu suya atın. Suyun üzündə qalır da, düzdür. Biz bilirik ki, sıxlığı az olanlar nə olur? Üzdə qalır. Buzun sıxlığı suyun sıxlığından azdır. İstisna bircə budur. Yadda saxlayırıq. Amma normalda digər maddələrdə bərk mayedən daha sıx olur. Daha sıx. Sıxlığı azaldısa bu istiqamətdə həcm artır. Həcm nədir? Həcm maddənin tutduğu yer kimi düşünsək, normal şəkildə. Bəli, qazlar daha çox yer tutur. Nəinki maye, nəinki bərk. Yəni getdikcə həcm artır. Sıxlıq azaldı, həcm artdı. Başqa nə deyə bilərik? Molekullar arasında məsafə azalır. Daha doğrusu artır. Məsafə artır. Molekullar arasında məsafə artır. Təbii ki, yəni qazlar bir-birindən daha çox məsafədə yerləşir. Məsafə artır, amma cazibə nə olur? Cazibə azalır. Yəni bir-birini bu maddələr cəzb eləmir ki, kənarda yerləşirlər də, yəni cazibə azalır bu istiqamətdə. Söhbət bu istiqamət gedir. Ha, baxın bu istiqamət. Bərkdən mayeyə, mayədən qaza. Cazibə azaldı. Bir də ola bilər ki, belə bir anlayışlar da velər. Maddənin kütləsi, maddənin aeridə, yəni nisbi atom kütləsi, protonu, onlar dəyişmirlər. Çünki maddə sadəcə aqreqat halında dəyişir də. Nə kütlə dəyişir, nə proton, nə neutron sayı. Dəyişmir. Dəyişən bunlardır. Yadda saxlayırıq. Bu dördünü yadda saxlayırıq. Test tapşırıqlarında da demək olar ki, düşür. Bu bizim aqreqat halında olan məlumatlarımız. İndiyə qədər nə öyrəndik? Kimya nədir? Kimyanın tərifini, sonra xassəni öyrəndik. Neçə cür xassəmiz var idi? Təkrarlayırıq. Fiziki xassə, kimyəvi xassə. Fiziki xassələr nəyə aid idi? Aqreqat hal, rəng, dad, ərimə qaynama temperaturu, sıxlıq. Kimyəvi xassəyə nə aid idi? Reaksiya daxil olma qabiliyyəti. Və nəyi öyrəndik? Aqreqat halı. Bərkdən maye çevriləndə nədir? Mayədən qaza, qazdan maye, mayədən bərkə. Bunları da öyrəndik və bu 4 xassənin azaldığını da öyrənmiş olduq. Növbə gəldi maddələrin sıxlığına. Burada ən populyar suallardan biri də maddənin sıxlığının kütlə və həcmdən asılılığıdır. Yadda saxlayaq ki, mayelərdə, bərklərdə adətən biz bu asılıqdan istifadə etmirik. Yəni, rho, m bölünsün v düsturundan deyirik ki, rho nə m-dən, nə də v-dən asılıdır. Baxın bu şəkildə. Rho m-dən və v-dən asılı deyil. Sizdən soruşa bilər maye üçün. Bəli, ikisi də asılı deyil, düz xətt. Çünki mayələrin sabit sıxlığı olur. Suyun öz sıxlığı olur, yağın öz sıxlığı olur. Biz onları sıxlığını dəyişib artırıb azalda bilmirik. Amma qazların sıxlığı, baxın, qazların sıxlığı, təkcə qazların sıxlığında bu düstur keçərlidir. Yəni fizikadan bilirik, yuxarıda olanla düz, yəni rho m ilə düz asılıdır, rho v ilə tərs asılıdır. Bu qazlar üçün keçərlidir. Qarışdırmırıq. Maye və bərklər üçün yox, sadəcə qazlar üçün.
Bu hissəni də qeyd elədik. Test tapşırıqlarında var. Xüsusən güvəndə səhv eləmirəmsə istifadə olun bu test tapşırıqlarından. Qazların sıxlığı kütlə ilə düz, həcmlə tərs asılıdır. Mayelərdə asılı deyil. İndi isə danışa bilərik ərimə və qaynama temperaturundan. Bir neçə test tapşırıqlarımızda var ərimə və qaynama temperaturuna aid. Əslində ərimə, yəni bir maddənin əridiyi, bir maddənin qaynadığı temperatur çox bəsitdir. Bir nümunə göstərəcəm. Test tapşırıqlarımızda da var. Çox rahatdır əslində. Tutaq ki, bir X maddəsidir və bu X maddəsinin, məsələn deyir amma, ərimə temperaturunu verib sizə 20 dərəcə Selsi. Qaynama temperaturunu da verib sizə 150 dərəcə Selsi. Misal üçün. Yəni, bu maddə, X maddəsi 20-də əriyəcək, 150-də qaynayacaq. Hansı tipli suallar verə bilərsə, cədvəl şəklində verər, sözlə verər. Cədvəl şəklində işimiz daha rahat olacaq. Amma biz özümüz necə qeyd edirik? Bu X maddəsinin ərimə temperaturuna 20 desək, müsbət 20-də, müsbət olur, mənfi də olur bu arada. Qaynamasına da 150 desək. Artıq nəzərimizdə var. 20 dərəcədə nə olur? Əriyir. Əriməni qeyd edirik. 50 dərəcədə nə olur? Qaynayır. Qaynamanı qeyd edirik. İndi biz bu maddəni məntiqli olaraq 10 dərəcəli bir temperatura atsaq, o 20 dərəcəyə çatmadığı üçün əriməyəcək. Yəni 20-dən əvvəl olan bir rəqəm 10 tutaq ki, buradadır. 10 dərəcəli temperaturda bizim bu maddəmizin aqreqat halı nə olacaq? Əriməyib deyə nə olacaq? Bərk. Əriməyib də hələ bərkdir. 10 dərəcədə bu maddə bərkdir. Birdən soruşsa ki, 50 dərəcə temperaturda. Siz baxırsınız ki, əriməsi 20-dir. 20-ni keçib, əla, buranı keçib. Amma 150 hələ qaynamaya çatmayıb. 50 hansı intervala düşdü? 20 ilə 150 arasına. Yəni bura. Yəni bu maddə əriyib, amma hələ qaynamayıb. Deməli nədir? Maye. Birdən sizə versə 170 dərəcə. Temperaturu 170 dərəcə versə. 170 dərəcə artıq 150-ni keçib, baxı, buradadır. Baxın, burada. Deməli, bu maddə qaynayıb. Qaynayıbsa nədir? Qaz. Onda belə bir nəticə çıxardırıq ki, bizə verilən temperatur maddənin ərimə temperaturundan əvvəldədirsə bərk, ərimə temperaturu ilə qaynama temperaturu arasındadırsa maye, qaynama temperaturunu keçirsə qaz halındadır. Vəssalam. Ona görə X maddəsinin əriməsini və qaynamasını özümüz qeyd edirik. Sonra şərtdə verilən temperaturlara baxırıq. 65 verib şərtdə. Deyirik 20 ilə 150 arasındadır maye. 180 verib. Qaynamanı keçib 150-dən sonradır deyə qaz halındadır. Ərimə qaynama temperaturuna aid kifayət qədər suallar var. Sualı belə də qoya bilər tutaq ki, biz temperaturu 170 dərəcə Selsidən 50 dərəcə Selsiyə qədər düşürtdük. Hansı proses baş verir? Siz deyirsiniz 170-də qaz idi, 50-də maye idi. Qazdan mayeye keçdi bu maddə. Yəni hansı proses baş verdi? Kondensləşmə prosesi baş verdi. Sıxlıq artdı. Məsafə azaldı. Cazibə artdı. Çünki bu istiqamətdə sıxlıq azalırdı, bu istiqamətdə sıxlıq artacaq. Bayaq qeyd elədik. Bu istiqamətdə məsafə artırdı, bu istiqamət təbii ki, məsafə azalacaq. Bu istiqamətdə cazibə azalırdı, bu istiqamətdə təbii ki, cazibə artmış olacaq. Yəni hər birini birləşdirib ümumiləşdirilmiş test tapşırıqlarda görə bilərsiniz. Bu da ərimə və qaynama temperaturu. Maddələrin təsnifatından danışaq. Maddələri biz bir neçə formada təsnif edirik. Misal üçün, birincisi, deməli, biz bilirik ki, maddələr element atomlarından, onların birləşməsindən əmələ gələn molekullardan təşkil olunur. Yəni, elementin sayına və müxtəlifliyinə görə iki yerə biz bölürük onu. Nədir? Bəsit maddələr və mürəkkəb maddələr. Mürəkkəb. Bəsit maddə bir element atomundan ibarət ola bilər və ya iki eyni element atomundan və ya üç eyni element atomundan. Misal üçün, alüminium bəsit maddədir. Amma o iki də bəsit maddədir. Niyə bəsitdir? Çünki iki eyni atomdan əmələ gəlib. O üç də bəsitdir. Niyə? Çünki üç eyni atomdan əmələ gəlib. Amma mürəkkəb maddəyə nəzər yetirsək, mürəkkəb maddə, misal üçün H2O. Fikir verin. İki müxtəlif
atomdan təşkil olunub və biz onu ona görə mürəkkəb deyirik. Karbon qazı 2 müxtəlif atomdan təşkil olunub. Biz ona mürəkkəb deyirik. Bəsit maddələr özləri də biz bölürük metallara, qeyri-metallara. Metal var, qeyri-metal var və təsirsiz qazlar var. Metallar, qeyri-metallar, təsirsiz qazlar. Deməli, metallarla qeyri-metalların fərqini də gələcəkdə öyrənəcəyik. Amma burada qısa bir şəkildə deyək ki, metallar elektriki və istiliyi yaxşı keçirdiyi halda qeyri-metallar keçirmirlər. Metallar adi şəraitdə bərk halda olurlar. Civə adi şəraitdə tez əriyən maye halındadır. Amma qeyri-metallar bərk maye qaz halında ola bilirlər. Metallar plastik xassəlidirlər, döyülüb yastılana bilirlər. Bura diqqət. Qeyri-metallar isə kövrək xassəlidirlər. Döyüldükdə ovxalanırlar. Bu məlumatları qısa şəkildə qeyd edirik, amma növbəti dərslərdə daha ətraflı danışacağıq buradan. Bu bəsit və mürəkkəb maddələr. Mürəkkəb maddələr özləri də üzvü və qeyri-üzvü maddələrə bölünürlər. Üzvü kimya karbon və hidrogenlərdən ibarət olan kimyayı deyirik. Düzdür, orada digər atomlar da olur bəzi birləşmələrdə, funksional qrup olanlar. Bir də qeyri-üzvü kimya, elementlər kimyası. Daha doğrusu qeyri-üzvü kimya yox, qeyri-üzvü maddələr desək daha düzgündür. Məsəl üçün oksid, əsas, turşu, duz. Çünki elementlər özləri bəsit maddələrdir. Onların əmələ gətirdiyi birləşmələr mürəkkəbdir. Bu şəkildə, yəni mürəkkəb maddələr əsas odur bilək ki, bir neçə müxtəlif atomdan əmələ gəlmiş maddələrdir. Eyni zamanda biz deməli allotropik şəkil dəyişməsinə görə maddələr təsnif edirik. Allotropik şəkil dəyişmə əmələ gətirən elementlər. Amma ümumiyyətlə allotropik şəkil dəyişmə nədir? Bir elementin bir neçə formada mövcud olması deməkdir. Və bir neçə element əmələ gətirir ki, biz onu kod adıyla COP/CIS olaraq yadda saxlayırıq. Bu elementlər allotropik şəkil dəyişmə əmələ gətirirlər. Yəni bir neçə formada mövcud ola bilirlər. Hansı elementlərdir? Bu karbondur, COP/CIS'lərdir. Karbon, oksigen, fosfor, silisium və kükürt. Eyni zamanda bunlar hamısı nədir? Qeyri-metallardır. Qeyri-metallardır. Bir də qeyri-metalları daha yaxşı bilək deyə mən indeksində yazılan elementləri də təsnif edirəm özüm. İndeksində 2 yazılanlar hansılardır? Hidrogen, azot, oksigen, xlor, brom, yod və flor. Bunlar da indeksində 2 yazılanlardır. Bunlar hər biri qeyri-metaldırlar. Eyni zamanda bor da qeyri-metaldır. Bir də bilməliyik ki, kükürt S8 yazılır, fosfor isə P4 yazılır. Biri 8 atomludur, biri 4 atomlu bəsit maddədir. Bunları ümumi qeyri-metal olaraq yadda saxlayırıq. Metallar çoxdur deyə qeyri-metallar yadda saxlayanda daha rahat şəkildə çıxdaş edə bilirik. Bu belə. Bir də maddələri biz təsnif edirik saf və qarışıq olmasına görə 2 yerə. Saf və qarışıq maddələr. İndi diqqətli olaq. Tərkibləri sabit olur. Ümumiyyətlə, birinci qoy bunu deyim, fiziki xassəsinin sabit olub olmamasına görə 2 yerə bölürük saf və qarışıqları. Saf maddələr, qarışığı olmayan maddələr, yəni əslində eyni cümləyə gəlir. Saf maddələrin bir formulu olur. Yəni biz bir maddəyə formul verə biliriksə, onlar saf maddədir. Tutaq ki, siz suya formul verə bilirsiniz, amma duzlu suya formul verə bilmirsiniz. Artıq o qarışıqdır. Elə bir qarışıqlar bir neçə saf maddənin birləşməsindən əmələ gəlir. İndi burada bir neçə xüsusiyyət var ki, onların bəziləri saf maddələrə, bəziləri isə qarışıqlara aiddir. Məsəl üçün, saf maddəyə nümunə gətirə bilərik. Saf maddəyə karbon qazı safdır. Niyə? Biz karbon qazına formul verə bilirik. Və ya qızıl. Qızıl safdır, elə, misal üçün, qızıla formul verə bilirik. Əslində qızıldan hazırladıqlarımız, yəni bu zinət əşyaları bəzən qarışıqlarda olur. Sadəcə saf qızıla deyir ya. Su nədir? Saf maddədir. Formul verə bilirik biz ona. Yəni saf maddələr formul vermək olur. İndi isə bura diqqət. Test tapşırıqlarına düşür. Tərkibləri sabit olur. Hansının? Safların qarşısına S yazacağam, qarışıqların qarşısına da Q hərfini yazacağam. Safların. Tərkibləri sabit olur safların. Yəni, maddələr sabit kütlə nisbətində əmələ gəlirlər. Yəni, tutaq ki, bugün su əmələ gəlibsə, 2 atom hidrogendən, 1 atomda, yəni 2 atom deyəndə 2 mol hidrogendən, 1 mol da oksigendən əmələ gəlir. Tərkibləri sabit olur nə? Safların. Əmələ gələn zaman istilik ayrılır və ya udulur. Diqqət. Bu saf maddələrdədir. Niyə?
Çünki reaksiya ilə əmələ gəlirlər. Bəsit nümunədir də H2O2 birləşmə reaksiyasıdır, su alındı və bu eksotermik reaksiyadır deyə istilik ayrıldı. Reaksiya varsa istiliyin ayrılıb olması var. Deməli bu da safdır. Sonra əmələ gətirən maddələr öz fərdi xassələrini saxlayır. Diqqətli olaq. Bu nədir? Qarışıqlardır. Öz sabit fiziki xassələrini saxlayan qarışıqlardır. Nə deməkdir ki bu? Tutaq ki, hidrogen, oksigen və su. Biz oksigende nəfəs aldığımız halda suda nəfəs ala bilmirik də. Deməli, oksigen öz xassəsini saxlamayıb. Düzdür? Və hidrogen ayrı xassəsi var, oksigenin ayrı xassəsi var. Əmələ gələn suyun tamamilə ayrı xassəsi var. Ən bəsit nümunə oydu ki, biz oksigende nəfəs aldığımız halda suda nəfəs ala bilmirik. Deməli, öz xassəsini saxlamayıb. Amma duzla suyu qarışdırsanız, duz və su, hər ikisi öz xassəsini saxlayacaq. Reaksiya getməyib axı. Duzlu suda, duz da var, su da var. Hər ikisi öz xassəsini saxlayıb. Deməli, əmələ gətirən maddələr öz xassələrini saxlayır. Nəyə aiddir? Qarışıqlara. Sabit fiziki xassələrə malik olurlar. Sabit fiziki xassələr var safların. Sabitdirlər, dəyişmir. Ərimə qaynama temperaturları dəyişmir. Qarışıqlarda isə sabit olmur. Əmələ gətirən maddələri fiziki üsullarla bir-birindən ayırmaq olur. Baxın, fiziki üsul. Fiziki üsulla biz əgər maddələri ayıra biliriksə, deməli onlar nədir? Qarışıqlardır. Çünki fiziki üsullar bəsit yollarlandır. Duzlu suyu necə ayırarıq? Suyu buxarlandırmaqla, düzdür? Çox bəsit nümunə, indi onlardan da danışacağıq. Suyu buxarlandırmaqla ayırdıq. Deməli bu nədir? Fiziki üsuldur. Bəs digərini, safları necə ayırırıq? Kimyəvi üsulla, reaksiya olmalıdır. Biz suyu parçalamalıyıq, reaksiya getməlidir. Deməli, fiziki üsulla ayrılır nə? Qarışıqlar. Bunları bilməliyik, testdə də düşür. Yəni, saf və qarışıqlar belə. Saflara nümunə elementləri gördünüz safdır. Sonra birləşmələr formulu olan bir şeyə formul verir. Amonyak formulu var, safdır. Bir şeyə formul verə biliriksə safdır. Benzin qarışıqdır. Benzin içərisində bir neçə molekullar var. Ona görə qarışıqdır. Qarışıqların özlərini də biz bölürük. Eyni cinsli və müxtəlif cinsli qarışıqlara. Eyni cinsli qarışıq homogen qarışıq, müxtəlif cinsli qarışıq heterogen qarışıqdır. Eyni cinsli qarışıq. Bunlar qarışan zaman biz onları gözlə görüb fərqləndirə bilmirik. Misal üçün duzla su və ya şəkərlə su. Qarışdıraq, gözlə görə bilməyəcək. Və ya hava. Havaya baxaq, bir dənə baxaq elə dərsə qulaq asdığımız anda dönək havaya baxaq. Qarışıqdır. İçərisində oksigen var, azot var, amma biz onu gözlə görə bilmirik. Yəni gözlə görünə bilməyənlər eyni cinsli qarışıqlardır. Homogen qarışıqlardır. Qarışanda biz onları gözlə görə bilmirik. Kerosin özü, benzin özü, benzinə baxsanız heç fərqləndirə bilməyəcəksiniz içində nə var. Amma müxtəlif cinsli qarışıqlar, yəni heterogen qarışıqlar, heterogen. Onlar qarışanda biz onu gözlə görürük. Misal üçün qumla su. Açıq aydın görünür də. Və ya benzinlə su. Benzinlə suyu qarışdıranda onlar təbəqə yaradacaqlar, bir-birindən ayrılacaqlar. Və ya yağla su. Duman. Duman özü də nədir? Müxtəlif cinsli qarışıqdır. Ümidvaram ki, test tapşırıqlarında bunları qarışdırmayacağıq. Eyni cinsli qarışıqlar homogen, müxtəlif cinslər isə heterogen qarışıqlardır. Bu qarışıqları qarışdırdıq. Bəs ayıra bilirikmi? Bəli, yuxarıda dediyimiz kimi fiziki üsullarla. Eyni cinslərin özünə məxsus ayrılma üsulları var. Eyni cinslərin ayrılma üsulları hansılardır? Eyni cinsli qarışıqların. Deməli, birinci buxarlanma, ikinci kristallaşdırma, Üçüncü distillə. Dördüncü də xromatografiya. Buxarlandırma. Duzla suyu ayırırıq. Çox bəsitdir. Suyu buxarlandırırıq, duz ayrılır. Kristallaşdırmada şəkərlə suyu. Nə fərqi var buxarlandırma ilə? Buxarlandırmada suyun hamısını buxarlandırdığımız halda kristallaşdırmada suyun hamısını buxarlandırmırıq. Çünki suyun hamısını buxarlandırsaq, bilirik ki, şəkərin ərimə temperaturu çox aşağıdır. Şəkər əriyəcək. Müşahidə etmişik, edə də bilərik hal-hazırda. Şəkər tez əriyir və ona görə biz istədiyimiz nəticəni almayacağıq. Bəs nə edirik kristallaşdırma üsulunda? Suyun müəyyən hissəsini buxarlandırırıq, qatı məhlul alırıq, sonra o məhlulu soyudub kristallar şəklində şəkəri ayırırıq. Distillə sulu nə ayırırıq? Spirtlə suyu.
Hansı qurğuda? Distillə qurğusunda. Necə ayrılır? Nəyə əsaslanır? Qaynama fərqinə əsaslanır. Niyə? Çünki spirt səhv etmirəmsə 78 dərəcə, bu arada 73 də ola bilər. Su isə 100 dərəcədə qaynayır. Mən spirtlə su olan qarışığı distillə aparatında başlayıram qızdırmağa. Qızdırdım, temperatur arta-arta gəlir də 1, 2, 3, 4, tutaq ki, gəldi çatdı 78 dərəcəyə. Spirt artıq başlayacaq buxarlanmağa. Amma 100-ə gətirməmişəm deyə 100 daha yuxarıdadır, su qalacaq. 78-ə çatanda spirt buxarlanır. Buxarlandı. Mən onun buxarlarını soyudub başqa bir qaba yığdım. Doldu distilli sulu. Yəni qaynama temperaturunun fərqinə. Xromatoqrafiya isə adsorpsiyaya əsaslanır. Bir maddənin digər maddənin səthi tərəfindən udulması deməkdir. Misal üçün kömürün zəhərli qazları utması kimi. Bir maddə digər tərəfindən udulur. Və nəyə əsaslanır? Adsorpsiyaya. Bir də var müxtəlif cinslərin ayrılma üsulları. Müxtəlif cinslərin ayrılma üsulları süzmə, durultma və ya ayrıcı qıf da deyirlər. Durultma və ya ayrıcı qıf. Ayrıcı qıf əslində aparatın özüdür, amma o şəkildə də deyilir. Bir də maqnitlə təsir etmə. Deməli, süzmə nədir? Qumla suyu ayırmaq üçün istifadə olunur. Qum və suyu ayırırıq. Süzmə, çox bəsit. Durultma nədir? Yağla su, benzinlə suyu ayırırıq. Nəyə əsaslanır? Sıxlıqlar fərqinə. Bayaq da dedik, yağın sıxlığı suyun sıxlığından azdır deyə yağ qalır, ikisini qarışdırın, özünüz görəcəksiniz. Yağ qalır yuxarıda, su qalır aşağıda. Sonra durultmada o kranı açırıq, suyu yağdan ayırırıq. Nəyə əsaslanır? Sıxlıqlar fərqinə. Maqnitlə təsir etmə, dəmir olan qarışıqları adətən ayırırıq. Misal üçün dəmirlə qum. Ola bilər dəmirlə yanaşı nikel, kobalt da deməli dəmir xassəlidir. Bunu da bir məlumat kimi yadımızda saxlayaq. Qarşılan ayırma üsulundan sonra bir kiçik mövzuya da toxunmaq istəyirəm. Fiziki hadisə və kimyəvi hadisə. Bayaq hadisəyə toxunduq sadəcə. İndi isə hadisəyə toxunuruq. Hadisə ətraf mühitdə baş verən dəyişikliklər deməkdir. Biz bunu bilirik. Fiziki hadisə nədir? Kimyəvi hadisə nədir? Kimyəvi. Biz onları necə fərqləndirək? Fiziki hadisə bayaqları öyrəndiyi bərkim maye, mayenin qaza keçmə prosesləri var idi. Ərimə, buxarlanma, donma, kristallaşma, sublimə, desublimə. Bunlar hamısı fiziki hadisədir. Daha doğrusu hadisədir. Yəni burada tərkib dəyişmir. Tərkibdə heç bir dəyişiklik baş vermir. Misal üçün su çevrilir su buxarına. Nə tərkib dəyişdi ki? Nə oldu? Və ya dəmir əridi. Nə oldu ki? Dəmir idi, yenə dəmirdir. Sadəcə aqreqat halı dəyişib. Bunlar fiziki hadisədir. Kimyəvi hadisə isə tamamilə dəyişmə deməkdir, reaksiya deməkdir. Misal üçün havadan oksigeni almaq bu nədir? Bu fiziki hadisədir. Yəni havada oksigen vardı, biz soyudub aldıq, kondensləşdirib aldıq. Amma sudan oksigen almaq bu artıq nədir? Bu kimyəvi hadisədir. Yəni reaksiyadır. Nədir? H2-onu parçaladıq, oksigen aldıq da biz. Yəni bu nədir? Kimyəvidir. Südün qıcqırması kimyəvidir. Dəmirin paslanması, oksiləşmə, reduksiya reaksiyaları gedir. Kimyəvidir. Reaksiya varsa kimyəvi hadisə. Amma bayaqlar aqreqat halların dəyişmə proseslərini saydığa, onlar hamısı da fiziki hadisədir. Və ya ayrılma üsulları, distillə sulu fiziki hadisə kimi nəzərdə tutulur. Çünki nə oldu? Biz nə elədik ki, spirtlə su idi, sadəcə onları ayırdıq. Orada hər hansı bir reaksiya getdimi? Xeyr. Bu, kimyanın ilk anlayışlarına aid olan nəzəri hissədir. Sadəcə qaldı hesab kitab hissələr. Kütlə payının tapılması, sadə formulun çıxarılması, kütlə nisbəti, atom nisbəti. Onu da növbəti videomuzda danışacağıq. Bir daha xatırlatmaq istəyirəm ki, bizim dərs qruplarımızda iştirak etmək istəyirsinizsə 055 762 95-44 menecer nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Hətta məncə gecikmədən əlaqə saxlayın. Bu günlük bu qədər. İkinci hissədə görüşmək ümidi ilə. Hələlik.